gün paytaxtın Səbaha rayonu Bibiheybət qəsəbəsindən şəhər istiqamətinə gedən yolda sərnişin avtobusu qəza törədib. Hadisə zamanı 120 saylı xətt marşrutu ilə hərəkət edən Devo markalı iri tutumlu avtobusla Iveco markalı evakuator toqquşub. Qəzadan sonra sərnişin avtobusu yoldan çıxaraq yaxınlıqdakı otelin hasarına çırpılıb. Sərnişin avtobusun törətdiyi qəza zamanı ilkin məlumata görə avtobusun sürücüsü və bir nəfər sərnişin dünyasını dəyişib. Araşdırma zamanı dünyasını dəyişən avtobusun sürücüsünün Tərtər rayon sakini Füzuli Haqverdiyev olduğu məlum olub. Amma ölən sərnişin şəxsiyyətini müəyyən etmək hələ ki mümkün olmayıb. Avtobusda olan sərnişinlərdən 8-i isə müxtəlif dərəcəli xəsarətlərlə bir sahil şəhər klinik xəstəxanasına çatdırılıb. Qəza zamanı əsasən avtobusun sol tərəfində əyləşən sərnişinlər xəsarət alıb. Çünki toqquşma zamanı sərnişin avtobusu məhz sol tərəfi ilə yol kənarındakı daş hasara və ağaclara çırpılıb. Qəzanın baş verdiyi ünvanı isə polislərlə bərabər Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri də cəlb edilib. Hadisə yerində araşdırma aparılıb və şahidlərin ifadələri alınıb. Deyirlər maşın sıxıb da, başqa nə olmuşsun? Maşın sıxıb orada gəlib, girib bura. Burada deyirlər ki, evakuatordur, nədir, ondan çəkilir. Sıxıb bana burada qabağından qaçan kimi girib bura. Hər halda buradan belə bir nəticə çıxır ki, avtobus ara məsafəsini düzgün çəkməyib ki, evakuatorun uzunluğundan bu ara məsafəsini çəkməli idi ki, avtobusda da sürət olur. Bu avtobus evakuatordur, yoxsa evakuator? Evakuator qəfildən dönüb bunun qarşısından sola, onun arxa hissəsi, arxa dəmir hissəsi də evakuatorun sol tərəfindən dəyir. Qəza ilə bağlı Səbaha rayon polis idarəsində cinayət işi başlanılıb. Hazırda polislər 2 nəfərin dünyasını dəyişdiyi hadisənin baş vermə səbəblərini araşdırır.